Mən istəyirəm bugünkü videoda sizə iş tapmaqdan danışım. İşi necə günümüzdə tapmaq lazımdır. Əcdahalar, salam. Yəni də bugün də Ağşəhərdəyik. Ağşəhəri çox sevirəm. Bura məni çox fərqli hiss elətdirir özümə. Uzaqdan işləyəndə gəlib buradan işləyirəm, yəni remote şəkildə, coffee shopdan işləyirəm. Mən istəyirəm bugünkü videoda sizə iş tapmaqdan danışım. İşi necə günümüzdə tapmaq lazımdır. Düzdür, onlayn platformalar var, onlayn hissələr var. Amma işi hal-hazırda tapmaq üçün mənim fikrimcə ən böyük hissə referanslarının olmağıdır. Referanslarının olmağı nə deməkdir? Yəni bacardığınız qədər, yəni biz junior kimi başlayanda çalışın ki, team lead-inizlə, backend proqramçısına, front-end fərqi yoxdur. Bütün proqramistlərlə HR-a qədər çalışın yaxşı şəkildə kommunikasiya, yaxşı şəkildə əlaqələr saxlayın. Çünki əlaqələr yaxşı olanda iş tapmaq da sürətlənir. Yəni mən şəxsən bu günə qədər mənim yadıma gəlmir ki, mən nəsə onlayn şəkildə iş tapım. Ancaq əlaqələrə görə, ancaq sosial şəbəkədə öz biliklərimi paylaşmaqla və oradakı insanların görməkləri ilə birbaşa müraciət edib işimi elə tapmışam. Ona görə mənim fikrimcə iş tapmaq əgər istəyiriksə sürətli şəkildə əsasən hal-hazırda HR-lar belə referanslara baxırlar. Referanslara baxdıqları üçün də biz çalışmalıyıq ki, öz əlaqələrimizi böyük saxlayaq, connectionlarımızı böyük saxlayaq. Hamıya xoş günlər.